Salam əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün sizə natural ədədlər mövzusundan buraxılışa və bloka düşmüş sualların izahını verəcəm. Gəlin birinci sualdan başlayaq. Birinci sualda deyir ki, m natural ədədi 5-ə bölündükdə qalıqda 3 alınır, m kvadratı plus 6m plus 5 ədədini 5-ə böldükdə qalıqda neçə alınır? Bunun daha bir sadə üsulunu deyəcəm. Məsələn, m-ə bir ədəd deyək. M-ə məsələn 8 deyirəm. 8-i 5-ə böldükdə 3 alınır. 8 deməkdə məqsədim daha asan olsun deyə 8 dedim, fərq yoxdur. Məsələn, 13 də deyə bilərik. Yəni, elə bir ədəd götürək ki, 5-ə bölündükdə qalıqda 3 alınsın. Mən də ən kiçik olaraq 8-i götürürəm və yerinə qoyuram burada. M kvadrat plus 6m üstə gəlsin 5. Yəni, olacaq 8-in kvadratı üstə 6 vurulsun 8 üstə gəlsin 5. Yəni, 64 üstə gəlsin 48 üstə gəlsin 5. Bu da bizə 117-ni verir. İndi bizə deyir ki, 117-nin 5-ə böldükdə qalıqda neçə alınır? Yəni, 117-ni bölək 5-ə. Biz bilirik ki, 5-ə bölünmə əlaməti necədir? Son rəqəmi 5-ə bölünən ədədlər 5-ə bölünürdü. Yəni, burada son rəqəmi 0 və 5 olmalıydı. Lakin 5-dir. O zaman 7-nin 5-ə bölünməsindən alınan qalığı tapaq. Burada qalıq olacaq 2. Demək, cavabımız olur B variantı. İkinci suala baxaq. İkinci sualda diaqramda verilmiş A ədədinin sadə vuruqlarının sayını tapın deyir. Əvvəlcə sadə vuruqlarını yazaq. A bərabərdir 2, 5 və 7-dir. İndi 2-dən baxaq. Görürük ki, 2-dən 3 dənədir. O zaman yazırıq 2 üstü 3 vurulsun 5-dən 4 dənədir və 7-dən 5 dənədir. O zaman sadə vuruqların sayını tapa bilərik. Sadə vuruqların sayını tapmaq üçün burada qüvvətlərini toplamaq lazımdır. 3 üstə 4 üstə 5. Bu da bizə verir 12. Cavab olur 2-ci sualda 12. Üçüncü suala baxırıq. 300 ədədinin necə sadə vuruğu var? Əvvəlcə sadə vuruqlarını ayıraq. 300 2-yə, 150 2-yə, 75 3-ə, 25 5-ə, 5 5-ə 1. 300-ün vuruqlarını yazaq. 2, 3, 5. 200-də 2-dir, 3-dən 1 dənədir və 5-dən 2 dənədir. Sadə vuruqlar da dedik ki, qüvvətlərini toplayırıq. Bu da bizə verir 5. Üçüncü sualda oldu cavab 5. Dördüncü suala baxaq. A ilə B-nin nisbətin 7-nin 3-ə nisbəti verib və deyir ki, əbab AB 5-dir. Əbab AB 5-dir. İndi uşaqlar buradan A bərabər 7K, B bərabər 3K yaza bilərik. Niyə? Çünki A ilə B-nin nisbəti 7-nin 3-ə nisbəti verib. Yəni, burada hər hansı bir ədədimiz ki, ixtisar gedib və 7-nin 3-ə nisbətində qalıb. Ona görə də biz 7K, 3K deyirik. Getirib burada yerinə qoyaq. Olacaq əbab 3K, 7K bərabərdir 5-ə. İndi buradan görürük ki, K ortaqdır. Biz də bilirik ki, ortağı əbobun və ya əkobun xaricinə çıxara bilərik. Olacaq K vurulsun əbob 3, 7 bərabərdir 5-ə. Qarşılıqlı sadə ədədlərin əbobu 1-dir. O zaman yazırıq K bərabərdir 5-ə. K-nı 5 tapdıq. Gətirib yerinə qoysaq, olacaq A 7 vur 5. Yəni 35. B olacaq 3 vurulsun 5. Yəni 15. Və bizdən də əçob AB-ni istəyirdi. Əçob AB-ni gətirib yerinə qoyaq. Olacaq əçob. Daha doğrusu əçob istəyir. Əbab yazıram. Əçob 15, 35. Biz bunu tapmalıyıq. Gəlin buradan da elə ortağı çıxardaq. Ortaq burada 5-dir. 5 ortaq çıxartsaq əçob 3, 7 qalacaq. Qarşılıqlı sadə ədədlərin əçobu onların hansıdır? Yəni 3 ilə 7-nin hansıdır? 21 olacaq. 5-i də vuracaq 21-ə. Bu da bizə verir 105. Yəni cavab oldu C variantı. 5-ci sualda deyir ki, x bölünsün 13 bərabərdir 5 və qalığı verib y. Bərabərliyində x-in hansı qiymətində qalıq ən böyükdür? Əvvəlcə qalıqlı bölmə düsturundan x-i tapaq. X olacaq 13 vur 5 üzərinə gəlsin y. Yəni 65 üstərinə gəlsin y. İndi biz bilməliyik ki, bölən həmişə
qalıqdan böyük olmalıdır. Yəni qalıq böləndən kiçik olmalıdır. Və bizdən x-in hansı qiymətində qalığın ən böyük olmasını istəyir. Yəni burada qalıq ən böyük nəyi alır? 12-ni. Yəni 13-dən kiçik ən böyük qiymət 12-dir. Gətirib burada yerinə qoyaq. Olacaq 65 üzərinə gəlsin 12. Bu da bizə verir 77. Yəni x-in 77 qiymətində. 6-cı suala baxaq. Deyir ki, B çoxluğuna daxil olan neçə element 8-ə qalıqsız bölünür? 8-ə qalıqsız bölünənləri burada yazaq. 16-dır, 24-dür və 32-dir. Və burada olacaq 3-ü, yəni C variantı. 7-ci suala baxaq. Deyir ki, ABC üstü xətt və BAC üstü xətt üç rəqəmli ədədlərdir. Və bunların fərqini 360 verib, A plus B cəminin ən böyük qiymətini istəyir. Gəlin yazaq. ABC üstü xətt çıxılsın BAC üstü xətt. Bunu verib 360. Əvvəlcə gəlin bunları açaq. Olacaq 100A, üzərinə gəlsin 10B, üzərinə gəlsin C. Çıxılsın mötərizədə 100B, üzərinə gəlsin 10A, üzərinə gəlsin C. Bu da bərabərdir nəyə? 360-a. İndi mötərizəni açaq. Olacaq 100A, üstə 10B, üstə C. Çıxılsın 100B, çıx 10A, çıx C. Bərabər 360-a. İndi buradan C'lər islah olunur və qalır. 100A-dan 10A çıxsaq 90A, 10B-dən də 100B çıxsaq olacaq çıx 90B. Bərabər 360-a. Hər tərəfini 90-a bölək. 90-a bölsək qalacaq A çıx B bərabərdir 4-ə. Və biz bilməliyik ki, burada A, B, C, yəni ümumiyyətlə yadınızda saxlayın ki, hərflərin üzərindən xətt çəkilibsə, onlar rəqəmlərdir. Yəni burada A, B, C rəqəmlərdir. Və burada ilk rəqəmi 0 ola bilməz. Çünki ilk rəqəmi 0-dan başlayan ədədimiz yoxdur. Ona görə də A və B-ni 0-dan fərqli götürməliyik. Sonra baxaq. Burada aldıq ki, A çıxılsın B 4-dür. İndi biz elə ədədlər tapmalıyıq ki, fərqi 4 olsun. Məsələn, 9-dan başlayaq. 9, 5, 8, 4, 7, 3, 6, 2, 5, 1. Sonra baxaq. İndi bizdən A plus B cəminin ən böyük qiymətini istəyir. Burada A plus B deyəcək 14, 12, 10, 8 və 6. Ən böyük qiyməti 14 olduğuna görə cavab da 14 olacaq. Yəni C variantı. Sonra 8-də. Deyir ki, Euler-Venn diaqramında verilmiş A və B natural ədədlərinin sadə vurğularına görə AB bölünsün. Əbob AB-nin kvadratını ifadəsini tapın. İndi biz nəyə fikir verməliyik? Gör ki, Venn diaqramı verib və bizə ortaq hissədə heç bir şey verməyib. O zaman nə edirik? Biz bilirik ki, əbob AB və əkob AB-nin hasili bizə AB-ni verir. O zaman bu düsturdan istifadə edərək misalımızı həll edirik. Gətirib yuxarıda yerinə qoysaq. Əbob AB vurulsun əkob AB bölünsün əbob AB-nin kvadratı. Bərabərdir. İndi buradan surətdən bir əbob AB, məxrəcdən də bir əbob AB getsə qalacaq əkob AB bölünsün əbob AB. Biz də bilirik ki, əkob və əbobun nisbəti bizə C-ni verir. C nə idi? C qarşılıqlı sadə olmayan vurğuların hasilidir. Yəni, ortaq olmayan sadə vurğuların hasilidir. İndi burada ortaq olmayanlar hansılardır? 2, 3, 5, 7. Yəni, burada aynı B-nin ortaq olmayanları 2, 3, 5, 7-dir. Bunları da vursaq edəcək 210. 9-a baxaq. Deyir ki, K plus 2
bölünsün 100k plus 47. Kəsirini tam ixtisar etdikdə n bölünsün m kəsiri alınır. Və əçob m üstü 5, n üstü 5, 7 üstü 10'a bərabərdir. M plus k cəmini tapın deyir. Əvvəlcə biz onu bilməliyik ki, bu kəsir tam ixtisar olunubsa, n və m qarşılıqlı sadə ədədlərdir. O zaman burada əçobu hesablayaq. Qarşılıqlı sadə ədədlərin əçobu onların hasilidir. Olacaq m üstü 5 vur n üstü 5, 7 üstü 10'dur. Yəni necə bildik? N ilə m qarşılıqlı sadədirsə, onların üstləri də qarşılıqlı sadədir. Məsələn deyək, 2 üstü 3 və 3 üstü 3. 2 ilə 3 qarşılıqlı sadədir. 2 üstü 3 nədir? 8. 3 üstü 3 edir 27. Görürük ki, 2 ilə 3 qarşılıqlı sadədir və onların üstləri də qarşılıqlı sadədir. Yəni burada fərq etmir. Üstlər nə olsa da yenə bizə qarşılıqlı sadə ədədlər verəcək. Görürük ki, üstlər eynidir. Üstlər eynisə biz əsaslarının hasili üstü 5 yaza bilərik. Və 7 üstü 10'u 7 üstü 2 üstü 5 kimi yaza bilərik. Bu da bizə verəcək n vur n üstü 5 bərabərdir 49 üstü 5. Görürük ki, əsaslar eynidirsə, üstlər daha doğrusu eynidirsə, əsaslar da eyni olmalıdır. N vur üstündən 49 olacaq. İndi biz baxmalıyıq ki, hansı ki ədədin hasili bizə 49 verir? 7 vur 7 və 1 vur 49'un. Buradan biz bildik ki, n ilə m qarşılıqlı sadədir. O zaman 7 və 7 ola bilməz. Götürük 1 ilə 49'u. İndi baxaq, m 49 olmalı yoxsa n? Burada görürük ki, k plus 2 bölünsün 100k plus 47. Görünür ki, k plus 2 100k plus 47'dən kiçikdir. O zaman n olacaq 1, m olacaq 49. Gətirib burada tənlikdə yerinə qoyaq, yuxarıda yazmışdıq. Bu tənlikdə yerinə qoysaq, olacaq k plus 2 bölünsün 100k plus 47 bərabərdir 1 bölünsün 49. İndi çarpaz vursaq, olacaq 49k plus 2 vur 49 bərabərdir 100k plus 47. K'ları bir tərəfə yıxsaq, 100k çıxılsın 49k bərabərdir. İçini də 49'a vursaq edəcək 98. 98'dən də 47'ni çıxaq. Qalacaq 51k bərabərdir 51'ə. Buradan da k'nı taparıq 1. Demək, n1, m49, k isə 1 etdi. Bizdən bunların cəmini istəyirdi. Yazaq n plus k bərabərdir m49, n1, k da 1. Bu da bizə verir 51'i. Cavabımız oldu 51. Sonra 10-cu suala baxaq. 10-cu sualda n bərabər 2m verir və 3 vurulsun əçob 3 üstü n və 5 üstü m verir. Çıxılsın 2 əbob 3 üstü m 5 üstü n. Bunu da verir 133. n plus n cəmində istəyir. Biz bayaq dedik ki, əgər əsaslar eynidirsə, əsaslar daha doğrusu qarşılıqlı sadə ədədlərsə, onların üstləri də yenə qarşılıqlı sadə ədədlər verir. O zaman yazırıq. Əçob 3 üstü n və 5 üstü m, bunlar qarşılıqlı sadə ədədlər olduğuna görə əçobları da onların hasili verəcək. Yəni 3 üstü n vur 5 üstü m çıxılsın. Əbobda isə qarşılıqlı sadə ədədlərin əbobu 1 idi. Yəni yazırıq. Çıx 2 bərabərdir 133'ə. 3 vurulsun 3 üstü n vur 5 üstü m bərabərdir 135'ə. 3 üstü n vur 5 üstü m-i tapsaq, 135'i də 3'ə böləndə edəcək 45. İndi gətirib n-in yerinə 2 mi qoyuruq? 3 üstü 2m vur 5m. 5 üstü m bərabərdir 45'ə. 3 üstü 2 üstü m kimi yazsaq, vur 5 üstü m bərabərdir 45'ə. Yəni 9 üstü m vur 5 üstü m bərabərdir 45. Görürük ki, qüvvətləri eynidir. Əsaslarını da hasilini yazıb üzərində m yazsaq, bu verəcək bizə 45. Yəni 45 üstü m bərabərdir 45'ə. Buradan görürük ki, əsaslar eynidirsə qüvvətlər də eyni olmalıdır. Cavab olacaq m bərabər 1.
İndi bizdən n plus n istəyirdi. Gətirib burada n bərabər 2m-də yerinə qoysaq, n də 2-dir. N'imiz 2, n'imiz də 1-dir. N plus n olacaq 1 plus 2, yəni 3. Cavab da olur 3. 11-ci suala baxaq. Əbab AB bur əçob AB bərabərdir 300. A və B ədədlərinin ortaq olmayan sadə vurğuların hasili də 12-dir. O zaman əbab AB-ni istəyir. Demək, biz düsturumuzu yazaq əvvəlcə. Əbab AB və əçob AB bərabərdir AB-yə. Yəni, əbabla əçobun hasili bizə A vurulsun B-ni verir. İndi burada yazsaq AB 300-dür. Yəni, AB-ni tapdıq 300. Bizdən əbab AB-ni istəyirdi. Gətirib qoyaq yerinə. Əbab AB. Əbab AB-ni əvvəlcə düsturunu yazaq. Əbab AB-nin düsturu necə idi? Kök altında AB bölünsün C. AB-ni tapdıq 300. Yazıraq 300 bölünsün C. Yəni, 12. 300-ü 12-yə bölsək, edər 25. Kök altında 25-dən də 5 çıxar. O zaman olacaq cavab A variantı. 13-yə baxaq. Deyir ki, A və B qarşılıqlı sadə ədədlərdir. Biz bilirik ki, qarşılıqlı sadə ədədlərin əçobu onların hasilinə, əbabu isə 1-ə bərabərdir. Gətirib yerinə qoysaq, AB üzərinə gəlsin 1, bölünsün, AB çıxılsın 1. Bu bərabərlikcə. İndi çarpaz vursaq. 3AB çıx 3 bərabər olacaq. AB üzərinə gəlsin 1-ə. İndi AB-ləri bir tərəfə yığsaq, 3AB çıx AB bərabər olacaq 4-ə. Yəni 2AB 4-dürsə, buradan da AB-ni 2 taparıq. O zaman cavab olacaq A variantı. Sonra 13-ə baxaq. Deyir ki, Euler-Venn diaqramında A və B çoxluqları uyğun olaraq A və B natural ədədlərinin sadə vurğuların çoxluğu olarsa, əbab AB vurulsun, əçob AB-ni tapın deyir. İndi gəlin buradan A-nı yazaq. A-nın vuruqları 2, 3 və 5-dir. B-nin vuruqları isə 2, 3 və 7-dir. Əbab nə idi? Əbab ortaq olanlardır. Yəni 2 vur 3. Bəs əçob nə idi? Əçob ən böyüyünü götürürdük və digərində olmayanları ona vururduq. Əvvəlcə 2, 3 və 7-ni götürür. Çünki 2 vurulsun, 3 vurulsun 7 ən böyüyüdür. Və ortaq olmayan nədir? Ortaq olmayan 5-dir. Və 5-ə vururuq. İndi bunları da hesablasaq, bizə verəcək 1260. Cavab da olacaq 1260. İndi baxırıq 14-cü suala. 2x, 3y, 4z üstü xətt 6-ya tam bölünürsə, x plus y plus z cəminin ən böyük qiymətini tapın. İndi biz əvvəlcə bilməliyik ki, 6-ya bölünmə əlaməti nədir? 6-ya bölünmə əlaməti həm 2-yə, həm də 3-ün bölünən ədədlər 6-ya bölünürdü. Yəni, eyni zamanda həm 2-yə, həm də 3-ə bölünməsidir. 2-yə bölünməsi üçün son rəqəmi 0 və cüt ədədlər olmalıdır. Yəni, 0, 2, 4, 6, 8 olmalıdır. 3-ə bölünməsi üçün də rəqəmləri cəmi 3-ə bölünməlidir. İndi burada z ola bilər 0, 2, 4, 6, 8. Bizdən bu cəmin ən böyük qiymətini istəyir deyə, biz z-in ən böyük qiymətini 8 götürəcək. Yəni, burada z 8-dir. O zaman baxaq. 2, x, 3, y, 4, 8. Üstü xətt. Bu 3-ə bölünməlidir. 3-ə bölünmə əlaməti üçün də rəqəmlər cəmi 3-ə bölünməlidir. Yəni, 2 plus x plus 3 plus y plus 4 plus 8. Bu 3-ə bölünməlidir. Yəni, bu da bizə verir nəyi? 5, 9, 17.
plus x plus y. Bu olmalıdır 3. Yəni 3-ə bölünməlidir. İndi baxaq, görək 17 plus x plus y ən böyük nə ola bilər? Yəni burada x, y-ə ən böyük qiymət verməliyik ki, bizim cəmimiz də ən böyük olsun. Məsələn, burada 18 verə bilərik. 18 versə x plus y olacaq 1. Mütərsəsi yazaq, 1 olacaq. Sonra 21. 21 vermək üçün x plus y olacaq 4. Sonra 24 olması üçün x plus y olacaq nə? Yəni bunu başqa cür yazaq. Məsələn, x plus y-ə elə qiymətlər verək ki, həmçinin bunlar rəqəmlərdir. Rəqəmlərdirsə ən böyük görək nə verə bilərik? Məsələn, 9 və 9 versək 18. Görək 17 üstə 18 bölünürmü 3-ə? 17 üstə 18 olacaq 35. 35 3-ə bölünmür. O zaman x plus y cəmini 9 və 8 kimi götürsək. 17 üstə 17 34 edir. Bu da bölünmür. Verək 9 plus 7 yəni 16. 17 üstə 16 33 edir. Aha, 33 bölünürsə demək x plus y-in ən böyük qiyməti 16-dır elə. Gətirib burada yerinə qoyaq. X plus y plus z 16 üstə z-i də ən böyük 8 tapdıq. Dedik 24. Cavab da olacaq 24. 15-də 102 kvadratda çıx 63-ün kvadratda. Deyək ki, bu ədədin neçə sadə böləni var? Əvvəlcə bunu sadələşdirək. Biz nə demişdik? Sadə bölən sadə ədədlərin hasili idi. Yəni buradan tapa bilərdik sadə böləni. O zaman bunu sadələşdirək. Müxtəlif vurma düsturlarını yadınızda salın. A kvadratda çıx B kvadratda bizə nəyi verirdi? A çıx B, A plus B-ni. Bu da olacaq. Yəni burada misala tətbiq etsək. 102 çıx 63 vurulsun 102 plus 63. 102-dən 63 çıxsaq bizə verəcək 39. 102 üstə də 63 gəlsək olacaq 165. Yəni 39 vur 165. Görürük ki, 39-dan 165 sadə ədədlər deyil. O zaman sadə vuruqlarını ayırsaq, 39-u 13 vur 3 kimi yazaq. 165-in də sadə vuruqları 3, 5 və 11 olacaq. İndi bunları sadələşdirilmiş formada yazaq. Yəni 3 üstə 2 vur 5 vur 11 vur 13. Sadə bölənlər nə idi? Sadə bölənlər 3, 5, 11 və 13. Yəni 4 sadə böləni var. Yəni B variantı. 16-ya baxaq. Deyir ki, 14 ilə 38 arasında 8-ə qalqısız bölünən natural ədədlərin cəmini tapın. Əvvəlcə 16 olacaq. Yəni birinci 16-dır. 16 üzərinə gəlsin 24. Sonra bir də 32-dir. Bunlar da cəmləsə edəcək 72. Yəni Y variantı. Sonra 17-yə baxaq. Əbob 2m çıx 1, 2m plus 1 verir 4m çıx 7. Və əkob 13m çıx 2, 15m plus 2-ni soruşur. İndi baxaq, burada 2m çıx 1 və 2m plus 1 necə ədədlərdir? Bunlar qarşılıqlı sadə ədədlərdir. Bunu necə görə bilərik? Məsələn, m-ə 1 verək. M-ə 1 versə 2 vur 1 çıx 1, 1 verəcək. Digərində yerinə qoysaq 2 vur 1 plus 1 verəcək 3. Yəni görürük ki, ardıcıl tək ədədlərdir. Yəni qarşılıqlı sadə ədədlərin əbobu 1 verdiyinə görə yazırıq 1 bərabərdir 4m çıx 7. İndi buradan 4m tapaq. 4m olacaq 8, m-də 2. M2 tapdıqdan sonra getirib yerinə qoysaq, əkob 13 vur 2 çıx 2, 15 vur 2 plus 2. Bunu hesablayaq. Olacaq əkob 24 və 32. Buradan ortaq olaraq 8-i çıxardaq.
qalacaq EÇOB 3 və 4. 3 və 4 qarşılıqlı sadə ədədlərdir. EÇOB olacaq bunların hansı? Yəni 12. 8-i vuraq 12-yə. Olacaq 96. Cavab da 96 olacaq. 18. 3 ardıcıl natural ədədin cəmin 63 verib və ən kiçik ilə ən böyüyünün hasilini istəyir. Gəlin 3 dənə ardıcıl natural ədəd götürək. Məsələn, biri olsun x, digəri olsun x plus 1, üçüncü də olsun x plus 2. İndi bunları cəmli x üstə x plus 1 üstə x plus 2. Bu 63'dür. X'ləri toplasaq 3x verər. 3x üstə 3 63'dürsə, x da 60'dır. Daha doğrusu 3x bərabərdir 60. X də bərabərdir 20. X-i 20 tapdıq, gətirib yerinə qoyaq. Birinci 20, 21 və 22. Bizdən ən kiçiyinin ən böyüyünün hansını istəyirdi? Yəni 20 vur 22. Bu da bizə verir 440. Cavab da olacaq 440. 19'a baxaq. 2 ardıcıl cüt ədədin cəmini 66 verib və ədədlərdən böyüyünü istəyir. 2 dənə cüt natural ədəd götürək. Məsələn, biri olsun 2n, digəri də olsun 2n plus 2. Bunların cəmini 66 yazaq. 2n üstə 2n 4n. 2-ni də digər tərəfə keçəcək olacaq 64. İndi bərabər olacaq 16-ya. Ən böyüyünü istəyirdi. Gətirib yerinə qoyaq. Ən böyüyü 2n plus 2-dir. 2 vur 16 plus 2. 32 üstə 2 34 edəcək. Cavab da 34'dür. 20'də. A-nı verib və B-ni verir. Gəlin yazaq. Burada görürük ki, məxrəci n-dir. Gəlin bu surəti n-ə bölək. Yəni 2n kubu bölünsün n, çıxılsın 5n kvadratı bölünsün n plus 18, 12. Buradan sadələşdirsək 2n kvadratı çıx 5n plus 12 verir. 12 bölsün n-ə bölməlimişəm burada. Aha, B-yə də baxaq. 3n üstü 4 böl n plus 11n kvadratı bölünsün n çıxılsın 18 bölsün n. Bərabərdir. 3n üstü 3 plus 11n çıx 18 bölsün n. İndi deyir ki, tam ədədləridir. Tam ədədləridir və n-in ala biləcəyi qiymətlər Euler-bin diaqramda verilmişdir. Diaqrama əsasən P plus Q plus N ifadəsinin qiymətlərini hesablayın. Bunların tam ədəd olması üçün buradakı kəsirlər itməlidir. Yəni biz elə qiymətlər verməliyik ki, bu kəsirlər tam ədəd olsun. İndi 12 bölsün n-in tam ədəd olması üçün 12 n-ə tam bölünməlidir. Yəni burada n 12'nin bölənləri olmalıdır. Və bizə görürsünüz ki, burada misalın sonunda verir ki, n natural ədəddir. Ona görə də n-ə müsbət bölənlər verək. Yəni 1, 2, 3, 4, 6 və 12. Sonra 18 bölsün n-in də tam ədəd olması üçün burada da n 1, 2, 3, 6, 9 və 18 olmalıdır. İndi baxaq. Görək ortaqlar nədir? Ortaqlar 1, 1'dir, 2'dir, 3'dür, 6'dır, bu 4'ü ortaqdır. İndi baxaq. Görək burada ortaq nə verib? 1, 2, 6. Hansını verməyib? 3'ü. Demək ki, 3'dür. Sonra 12 bölsün n-də 18'in vuruqlarında olmayan 4 ilə 12'dir. O zaman 4'ü veribsə P də 12'dir. 18'də isə 9 ilə 18 qalır. 18'i verib 9 qalır. Yəni n də 9'dur. Bunların cəmini istəyirdi. Yazırıq. P 12, üzərinə gəlsin 3, üzərinə gəlsin 9. Bu da bizə verir 24'ü. Cavab olacaq 24. 21'ə baxaq. Deyir ki, A, 8, AB ədədi 30'a tam bölünür. A-nın mümkün qiymətləri cəmini tapın. İndi biz 30'a bölünmə əlamətindən istifadə edək.
Yəni 30-a bölünməsi üçün həm 3-ə, həm də 10-a bölünməlidir. 10-a bölünmə nə idi? Sonu 0 olan dedilər. 3-ə bölünməsi üçün rəqəmləri cəmi. Sonu 0 olması üçün o zaman 5 sıfırdır. B-ni tapdıq, 5 sıfırdır. Gətirib yerinə qoyaq. A, 8, A, 0. Bu 3-ə tam bölünməlidir. 3-ə tam bölünməsi üçün rəqəmləri cəmi 3-ə bölünməlidir. Yəni A plus A plus A plus 8 plus A plus 0. Bu 3-ə bölünməlidir. Olacaq 4A plus 8 bölünsün 3. İndi burada A-ya elə qiymətlər verməliyik ki, 3-ə tam bölünsün. Məsələn, A-ya 1 versək. A-ya 1 versək olacaq 12. Demək A 1-dir. Sonra 2 versək 16 bölünmür. 3 versək 20 bölünmür. 4 verək 24 bölünür. A həmçinin 4-dür. Sonra 5 versək 28 bölünmür. 6 versək 34 bölünmür. 7 versək 28, 36 bölünür. 7 də ola bilər. 8 verək 32, 40 bölünmür. Bir də 9 verək 36, 44 bölünmür. Niyə bəs 9-dan çıxmırıq o bir yerə? Niyə? Çünki burada dedik ki, A, 8A, B-də. Üzərindən xətt çəkilərsə, buradakı hərflər rəqəmdir. Yəni A da rəqəmdir, B də rəqəmdir. Rəqəmlər hansılardır? 0-dan 9-a qədər. Bunlar rəqəmləridir. Ona görə də olacaq A, 1, 4 və 7. Bunların cəmin istəyir. 1 üstə 4 üstə 7 verir 12. Bu da B variantı olacaq. Sonra 22. 22 bayaq həll etdiyimiz misal tiplərindən yəni eynidir. Baxaq. 2 vurulsun EÇOB 2 üstün 3 üstü M çıxılsın. 3 vurulsun EBOB 2 üstü M 3 üstü N. Bu da 33 verir. Biz dedik ki, burada 2 ilə 3 qarşılıqlı sadədirsə, onların üstləri də qarşılıqlı sadə olacaq. O zaman əkib nə olacaq? Onların hasili, yəni 2 üstü N vur 3 üstü M, əbəb olacaq 1. Yazaq 2 vur 2 üstü N vur 3 üstü M, çıx 3 bərabər 33-ə. 2 vurulsun 2 üstü N vur 3 üstü N bərabərdir 36-ya. 2 vur 2 üstü, buradan hər tərəfi 2-yə bölək, o zaman qalacaq 2 üstü N vur 3 üstü N bərabərdir 18-ə. İndi gətirib qoyaq yerinə. 2 üstü N vur 3 üstü 2N bərabər 18. 2 üstü N vur 3 üstü 2 üstü N kimi yazsaq, olacaq 2 üstü N vur 9 üstü N bərabər 18-ə. Görürük ki, qüvvətlər eynidir. Onda əsaslarını da 1 yaza bilərik. 2 vur 9 üstü N yazsaq, olacaq 18 üstü N bərabər 18-ə. N də tapacaq 1. Yəni əsaslar eynidirsə, qüvvətlər də eyni olmalıdır. N-i 1 tapdıq. M də bizə verib ki, 2N-dir. Yəni 2 vur 1, 2. Bunların cəmi də olacaq 3. 24. 24-də EBOB AB-ni 441 verib və M-i tapın deyir. Əvvəlcə baxaq. Burada vuruqlar nədir? A-nın vuruqların 3 vur M verib və sayları da 3 üstü 6, M üstü 2-dir. B-nin vuruqlarını da verir 3 vur M. Sayı olacaq 3 üstü 2, M üstü 7. Yəni burada A ilə B-ni göstərir. Burada isə sayıları və vuruqlarını verir. Yerinə qoyaq. EBOB 3 üstü 6 vur M üstü 2, 3 üstü 2 vur M üstü 7. Əgər ədədlər qüvvət şəklində verilərsə, o zaman biz EBOB-da üstü ən kiçik olanı götürürdük. Baxaq burada. 3 üstü 6 burada 3 üstü 2-dir. Ən kiçik 3 üstü 2 olduğuna görə 3 üstü 2-ni götürürük. M üstü 2 və M üstü 7. Ən kiçik hansıdır? M üstü 2. Bərabərdə 441 yazırıq. 9 vur M kvadratı 441-dirsə, o zaman M kvadratını da tapacağıq. 49 və buradan da M olacaq 7. Bizdən də M istəyirdi, cavab da 7-dir.
25-də yeni diaqram verir. ABC natural ədədləri və sadə vuruqları onların sayı verilib. Əvvəlcə ABC ədədlərini tapaq. A qara ilə verib 3 vur 7, 3 üstü 6, 7 üstü 3, B də yeni 7, 3 və 7-nin hasili. B qırmızıdır, 3 üstü 4, 7 üstü 7. Yenə C'də yaşıl olduğuna görə 3 üstü 5, 7 üstü 6 olacaq. Və bizdən EÇOB AB. Mən niyə EÇOB EBOB yazıram bilmədim. EÇOB AB bölünsün EBOB AB bərabər yazırıq. Dedik ki, qüvvət üstündə olanda EBOB-da qüvvəti ən kiçik olan götürürdük, EÇOB-da isə qüvvəti ən böyük olan götürürdük. İndi baxaq, AB-ni müqayisə edək. 3 üstü 4, 3 üstü 6 verir. EÇOB olduğuna görə 3 üstü 6-nı, yəni ən böyüyünü götürürük. 3 üstü 3 üstü 7 üstü 3 və 7 üstü 7 verib. Buradan da ən böyüyü 7 üstü 7-dir. 7 üstü 7 bölünsün. EBOB BC verib. BC. BC-ni də müqayisə edək. EBOB-da ən kiçiyi götürməliyik, yəni düzəldi, burada silindi. Aha. İndi B-lə C-ni müqayisə edək. Ən kiçik 3 üstü 4-dür. Yenə 7 üstü 7-dən 7 üstü 6, 7 üstü 6 ən kiçikdir. 6 üstü 4-dən 3 üstü 6, 3 üstü 4. Buradan 6 ilə 4-dən getdi, burada 2 qalır. 7 üstü 6-dan 7 üstü 7-də getdi, bir dənə 7 qaldı. Yəni surətdə olur 3 üstü 2 vur 7. 9 vur 7, 63. Cavab da olacaq 63. 26-ya baxaq. Yenə bayaq yazdığımız sual tipindəndir. A-nı 3K kimi yazaq, B-ni 4K kimi yazaq. Olacaq EÇOB 3K, 4K, çıx EBOB 3K, 4K. Bərabərdir 88-ə. İndi buradan K-nı ortaq çıxarsaq, EÇOB 3, 4 olacaq. Çıxılsın EBOB 3, 4. Bərabər 88. Buradan K-nı ortaq çıxardıq. Aha, 3 ilə 4 qarşılıqlı sadə olduğuna görə EÇOB 12 verəcək. EBOB-da isə 1 verir. Yəni K vur 12, çıx K bərabər 88. 12K-dan K çıxsaq 11K bərabər 88. Buradan da K-nı alarıq 8. K 8-dir. K 8 tapdıq. Bizdən də nəyi soruşur? A plus B-ni. A 3K idi, yəni 24 olacaq. B də 4K-dır, yəni 4 8-in 32. Bunların cəmi də olacaq 24 üstü 32, 56. Cavab da olur 56. 27-yə baxaq. N bərabərdir 57 üstü 2 üstə 38 üstü 2. Ədədinin sadə vuruqların sayını tapın. Burada nə edirik? Sadə vuruqlarını əvvəlcə ayıraq. 57-ni necə yaza bilərik? 57-ni 2 vur 3 vur 29 kimi, yox, 3 vur 19 kimi yaza bilərik. Bunu da üzərində 2. Üzərində gəlsin 2 vur 19-un kvadratı bərabərdir. İndi buradan ayrı-ayrı yazsaq, olacaq 3-ün kvadratı üstü vurulsun 19-un kvadratı. Üstə gəlsin 2-nin kvadratı vur 19-un kvadratı. Bu bizə verir nəyi? İndi buradan ortaq 19-un kvadratını çıxardaq. Qalacaq 3-ün kvadratı üstə 2-nin kvadratı. Yəni 19-un kvadratı vurulsun 3-ün kvadratı 9 üstə 4. Yəni 13. Sadə vuruqlarını ayırdıq. Baxaq, sadə vuruqların sayını istəyir. Sadə vuruqların sayını necə tapırdıq? Qüvvətlərini toplayırdıq. Yəni 2 üstə 1. Burada 13-ün üstü 1-dir. Olacaq 3. Yəni D variantı. 28-ə baxaq. 28-də müxtəlif vurma düsturlarından istifadə edəcəyik. Yəni burada A kvadratı plus 2AB plus B kvadratı A plus B-nin açılışıdır. Yəni A plus B kvadratının açılışıdır. Gətirib yazsaq yerinə A plus B-nin kvadratı çıx C kvadratı bərabər 13-dür. Yenə buradan müxtəlif vurma düsturundan istifadə edək. Düsturumuz belə idi. Belə yazaq. A kvadratı çıx B kvadratı A çıx B A plus B ən çox istifadə olunan düsturudur.
Bunu atsaq A plus B çıx C yazaq. Birində də toplama yazaq arasında. İndi görürük ki 2 hasil 13 verib. Demək, baxmalıyıq. Hansı ki dedim hasil 13 verir? 1 ilə 13-ün. İndi burada cəm 13 olmalıdır, yoxsa fərq? Əlbəttə ki, cəm ən böyük olar deyə 13 olacaq, fərqi də 1 olacaq. Yazaq, A plus B çıx C 1-dir. A plus B plus C də 13-dür. İndi bunları toplasaq, olacaq 2A üstə 2B. C-lər islah olunur. Bu 14-ə bərabər. Hər tərəfi də 2-yə bölsək, A plus B 7-dir. İndi gətirib yerinə qoysaq, C-ni də taparıq 6. A plus B plus 2C də yerinə qoyaq. 7 üstə 2 vur 6. Yəni 7 üstə 13. Daha doğrusu 12. Bizə verir 19. Cavab da olacaq 19. Sonuncu suala baxaq. Həmçinin bu sual topulda da var. N plus N cəmin 56 verir. Kub MN-i 105 verir. Burada necə yazacaq? Bunda seçmə üsulu ilə hesablayacağıq. İndi əvvəlcə 105-i vuruqlarına ayıraq. 105-i vuruqlarına ayırsaq 3 dəfə 35, 5-ə 7, 7, 7-yə 1. Yəni 105-in vuruqları 3, 5, 7 olur. Yəni biz burada elə götürməliyik ki, M-lə N-i. İçərisində 3 və 5, 7 bunların vuruqları olmalıdır. Məsələn, M-i götürək 3 vur 5, N-i də götürək 3 vur 7. Bu edəcək 15, bu edəcək 21. Tutaq ki, bunları cəmləyək. N plus N. 15 üstə 21 bizə verir 36. Görür ki, cəm 36 yox, 56 verir. Bunu çıxırıq. M-ə verək. Bir dəfə 5, bir dəfə 7. Bir dəfə də olsun 5, 3. Bu olacaq 35, burada da olacaq 15. İndi bunları cəmləyək. Bunları da cəmləsək, yenə bizə verir 50-ni verir. O zaman bu da alınmır. Gəlin belə yazaq. M olsun 5 vur 7, yəni 35. N olsun 3 vurulsun 7. Yəni 21. Bunları isə cəmləsək, bizə 56-nı verir. M plus N bərabərdir 56-ya. Elə şərtdə də 56 vermişdi deyə olacaq M 35, N 21. Bunlardan ən kiçiyini istəyirdi. Yəni M və N-dən ən kiçiyi olacaq 21. Yəni cavab da B variantı. Natural ədədlər bura qədərdir. Hələlik, sağ olun.